İndiyə qədər heç vaxt bir romantizm animesi izləməmişəm. Bunun səbəbi anime romantizmlərinin absurd, məktəblərdə keçən və axmaq dramalarla əsərin uzanması və s. və s.dir. Amma bu anime başqadır. Yaxın zamanda YouTube'da, Instagram'da hər kəsin təriflədiyi, editlərini paylaşdığı bir anime var. O da Smoking Behind Supermarket With You. Ada baxıb. Animeyə keçmədən qabaq klasik romantizm animelerini bir ələ alaq. Romantizm animelərində bol-bol yumor ki, Yapon mizahının bərbad olmasından ötəri heç təbəssüm yaratmır. Fan servis səhnələr ki, bundan mən xüsusilə nifrət edirəm. Animelərdə, xüsusilə romantizm animelərində fan servis adı altında qadınların bu cür göstərilməsi çox pisdir. Üçüncüsü də heç diqqətə almayacağımız və izləyərkən dəli olduğumuz dramalar. Qısaca romantizm animelerini anladınızsa, keçək bizim bu animemizə. Animemiz Sasaki adındakı bu dostumuz ilə başlayır. Sasaki Yaponya'dakı xiyarvari işləmə sisteminin bir qurbanıdır və səhərdən axşama qədər işləyir. Demək olar ki, da həyatındakı tək vasfı budur. O qədər pis vəziyyətdədir ki, özünü yaxşı hiss etmək üçün evinin yanındakı marketə gedir və kassadakı Yamada adındakı bacımızın gülməyini görərək sevinir və yenidən evinə qayıdır. Adam da necə yoxluqdadırsa, eynimə. Amma bir gün Sasaki dostumuz marketdə Yamadanı tapa bilmir və siqaret çəkmək üçün marketin arxasına getdiyi zaman orada Tayama adındakı bir gotik qızla tanış olur. Bunlar bir yerdə siqaret falan çəkirlər, aralarında bir münasibət qurulur, amma bu münasibət yavaş-yavaş və ola biləcək ən insancıl şəkildə qurulur. Bu arada kassadakı Yamada əslində gördüyümüz bu qızdır. Amma Sasaki bunların eyni qız olduğunu anlaya bilmir. Sən də xiyarsan, yəni nə bilim. Yamada marketdə insanlara soyuq davrandığı üçün çoxca şikayət alır. Buna görə də marketdə əslində olmadığı bir insan kimi davranmaq məcburiyyətində qalır. Sasaki isə onun hər iki halını qəbul edərək Yamadanın diqqətini çəkməyi bacarır. Bilirəm, belə səsləndiyi zaman inanılmaz sıxıcı görsənə bilər, amma bu ikisinin arasındakı münasibəti əla işləyiblər. Çünki birdən-birə bir romantizm festivalı qırğın qiyamət yerinə bu ikisi marketin arxasında dərdləşən, iş həyatından bəhs edən normal insanlardır və bu animeyə inanılmaz bir səmimiyyət qatır. Hər iki başrolda anlamaq, onlarla empatiya qurmaq çox asandır. Üstəlik, hər iki tərəfin iş həyatlarını da göstərmələri çox yaxşı olub. Məsələn, Sasaki və Yamada hər gün görüşə bilmir. Bəzən Sasakinin işi çox olur, bəzən Yamadanın işi çox olur və nəticə etibarilə onlar ara-ara görüşə bilirlər. Bu nə qədər kiçik bir detal kimi görünsə də, əslində necə də reallığa yaxındır və izləyərkən səmimi hiss etdirir. Mənim üçün isə bu animeni izləməli edən xarakterlərin aralarında bir problem olduğu zaman bunu danışaraq həll edə bilmələridir. Klasik romantizm animelərində, hətta türk seriallarında xarakterlərin bir problemi və ya yanlış anlaşılmalı bir vəziyyəti olduğu zaman xarakterlər bir-birlərinə heç vaxt qulaq asmazlar. Ssenari yazarları bundan daha çox hekayəni uzatmaq üçün istifadə etsə də, mənim izlərkən ən nifrət etdiyim şeylərdən biridir. Amma bu animedə belə bir şey yoxdur. Xarakterlər bir-birlərini anlayır və səhv anlaşılan bir vəziyyətdə qaçmaq yerinə bir-birləri ilə üzləşib problemi danışaraq həll edirlər. Hal-hazırda bu animenin 6 bölümü çıxıb və əsl anime yaxın zamanda çıxış edəcək. Amma mangasını oxumuş biri olaraq deyirəm ki, hekayə həmişə olduğu kimi davam edəcək. Hal-hazırda bu anime dünyada çox populyardır və davam sezonları gəldikcə populyarlığının artacağına da əminəm. Əgər pis bir ruh halındasınızsa, həyatınızın sizi sıxan bir mərhələsindəsinizsə, bu animeni mütləq izləyin. Əgər doymasanız ki, doymayacaqsınız, mən özümdən bilirəm, mangasını da mütləq oxuyun. Əgər video xoşunuza gəldisə, abunə olub like atmağı unutmayın. Əgər maddi şəkildə dəstək olmaq istəyirsinizsə də, açıqlamada Ko-fi.nın saytı var. Oradan dəstək ola bilərsiniz. Elə isə özünüzə yaxşı baxın və salamat qalın.